Könül kızım. Evdəkiləri de ki, dayı dedi bu dəfə özürlü saysınlar. Vallahi bala çatdıra bilmirəm, boşlarım çox. Yaxşı? Bildim dayı, heç nə olmaz. Bir dəqiqə, balaca qız. Sənin adın nədir? Könül. Kimin qızısan? Atam yoxdur. Qarabağ müharibəsində şəhid olub. Bağım xəstədir, anam oruc. Allah babana şəfa versin. Ananın orucunu qəbul etsin. Amma qızım, heç vaxt atam yoxdur demə. Sənin atan vətən uğrunda həlak olaraq şəhadət zirvəsinə ucalıb və əbədiyyətə qovuşub. Müəllimim də elə deyib. Mən atanın dostuyam. Məni atam bura, sənin yanına göndərib. Atamın qoxusunu hiss etdim. Gözəl bala, mənə deyərsənmi, evdə ümumi vəziyyət necədir? Bizdə hər şey yaxşı idi. Amma babam yatağa düşəndən sonra anam dəvədər mənə pul verdi, pulu qurtardı. İndi isə gəl gedək marketə, sən də mənə kömək edərsən. Kömək? Aha. Sən bir şeylər seç, mən də gəlirəm. Salam. Aleykümselam. Buyur qardaş, xoş gəlmişsiniz. Deyəsən qonaq gəlmişsiniz, bura nabələtdir. Buyurun. Köyünə baş çəkməyə gəldim. Qardaş, bilirsən necədir vəziyyət? Vallahi, mən həmişə əlimdən gələni eləmişəm. Mən də istəmərəm ki, belə alınsın. İndi o vəziyyət deyil. Ona görə də mən də istəmərəm belə olsun. Narahat olma qardaş. Sizi gözəl anlayıram. Siz tək, qonşularsa çox. Ay Allah köməyin olsun. Təbii ki, biraz çətin olacaq. Yenə sağ olun ki, əlinizdən gələni əsirgəmisiniz. Qardaş, heç bir çətinliyi yoxdur. Sadəcə olaraq indi vəziyyət elə alınıb ki, mənim də kiməsə verəcəyim var, alacağım var, ona görə. Yoxsa... Amma sizdən bir təvəqqəm var. Heç zaman şəhid ailəsindən olan kimsəni və ya ümidini Allahdan başqa hər kəsdən üzüb bura pənah gətirən şəxsi qapınızdan boş buraxmayın. Qardaş, mən istəmərəm ki, kimsə məndən narazı getsin. Aydındır. Buyurun. Zəhmət olmasa bura həm telefon, həm də hesab nömrənizi yazın. Maşallah. Marketin qarşısındakı fotolöv